Salam əziz şagirdlər, dəyərli biologiya həvəskarları, kanalımızın abunəçiləri və ümumiyyətlə bütün biologiya sevənlər. Bugün sizə polar və qeyri-polar molekullar haqqında danışmaq istəyirəm. Niyə bu mövzuya video çəkmək qərarına gəldim? Çünki bilirsiniz ki, 8-ci sinifin yeni dərsliyində su polar molekuldur ifadəsini işlədirik və belə deyək də, polar molekul ifadəsi işlədilir, amma polar molekul ifadəsinə aydınlıq gətirilmir. Və ona görə mən də istədim ki, bu mövzuda sizə bir video çəkim və buna aydınlıq gətirim. Mövzu əslində kimya fənninin mövzusudur uşaqlar, amma biologiyada bu ifadə bizə çox lazım olacaq. Çünki biz sizinlə həm hüceyrənin əsas həlledici maddəsi olan su haqqında, həm də eyni zamanda hüceyrə membranındakı fosfolipidlər haqqında danışanda bu polar ifadəsini işlətməliyik. Ümumiyyətlə polarlığın hüceyrədə əhəmiyyəti haqqında biz sizinlə danışmalıyıq. Hüceyrə membranı haqqında ayrıca video var kanalımızda və deməli həmin o videodan siz hüceyrə membranında polarlığın əhəmiyyətinin nə olduğunu oradan öyrənə bilərsiniz uşaqlar. Mən bugün sadəcə olaraq polar və qeyri-polar molekullar nədir, bu barədə danışmaq istərdim. Və onu da qeyd edeyim ki, videom sırf biologiya öyrənən şagirdlər və eyni zamanda biologiya müəllimləri üçündür. Kimya müəllimləri bəlkə bu mövzunu bir qədər fərqli izah eləyəcəklər. Ola bilsin ki, onların izahı ilə mənim izahım üst-üstə düşməyə bilər. Amma əsas odur ki, siz bu günlərin polar və qeyri-polar molekullar nə olduğunu düşünürəm ki, sadə şəkildə başa düşəcəksiniz. Su polar molekuldur ifadəsini necə izah edək inşallah. Əvvələn gəlin biz sizinlə burada bu polar sözünə baxaq inşallah. Polar sözünə istərdim ki, baxaq sizinlə və deməli polar nə deməkdir? Qütb sözündən götürülüb. Qütbləşmə. Polar o demək ki, uşaqlar, molekulda hansısa bir qütbləşmə vardır. Şəkildən gördüyünüz kimi söhbət burada nədən gedir? Söhbət burada elektronlardan gedir. Söhbət deməli elektronların qütbləşməsindən gedir. Elektronlar mənfi yüklü zərrəciklər olduğuna görə, deməli elektron mənfilik hansı elementdə çoxdursa, hansı atomda daha doğrusu çoxdursa, deməli həmin atom da özünə tərəf qütbləşməyə səbəb olur. Yəni digər ona birləşmiş digər atomları özünə tərəf daha çox çəkmiş və beləliklə qütbləşmənin yaranmasına səbəb olmuş olur. Baxaq məsələn su molekulunda nə cürdür bu vəziyyət? Hidrogenin bildiyiniz kimi su molekulunda bir oksigen, 2 hidrogen deməli atomu vardır. Hidrogen bilirsiniz ki, Mendeleyevin deməli dövrü sistem cədvəlində birinci elementdir və onun cəmi 1 elektron var inşallah. Oksigen isə 8-ci elementdir və onun 8 elektronu var. Amma onun xarici dairəsində 6 elektron var və 6 elektrondan ikisi gördüyünüz kimi deməli hidrogen elektronları ilə ortaqlaşır. Yerdə qalan deməli 4 elektron sərbəst qalır. Yerdə qalan 4 elektron ortaqlaşmır, cütləşmir və deməli oksigen həmin elektronların yükü neytrallaşa bilmir. Nəticədə nə olur uşaqlar? Nəticədə oksigen elektron mənfi bir atom olaraq hidrogen molekullarını özünə doğru çəkir və fikir versəz qeyri-simmetrik bir quruluşun yaranmasına səbəb olur. Ümumiyyətlə biz sizinlə polar və qeyri-polar molekullardan danışarkən mütləq Dmitri Ivanoviç Mendeleyevin kimyəvi elementlərin dövrü sistemi cədvəli haqqında danışmalıyıq inşallah. Dövrü sistem cədvəli əslində sizə çox şey haqqında məlumat verir. Burada gördüyünüz kimi dövrlər var, sıralar var, qruplar var və bir də sıra nömrələri var inşallah. Sıra nömrəsi nəyə göstərir? Sıra nömrəsi hər bir elementin cəmi neçə elektronun olduğunu göstərir. Qrup nömrəsi həmin elementin xarici dövrəsində, xarici elektron səviyyəsində neçə elektronun olduğunu göstərir. Eyni zamanda, baxın bura yazıram inşallah, qrup nömrəsi bərabərdir xarici dövrədəki elektron sayı və eyni zamanda inşallah qrup nömrəsi bərabərdir həmin elementin yarada biləcəyi rabitə sayı. Sıra nömrəsi nəyə göstərir inşallah? Sıra nömrəsi isə ümumilikdə elektronların sayını göstərir. Ümumilikdə elektronların sayını göstərir. Dövrlər isə nəyə göstərir inşallah? Dövrlər isə deməli bu elektron səviyyələrinə aiddir. Məsələn, hidrogen birinci dövrdədir, deməli onun cəmi 1 elektron dövrəsi var. Oksigen ikinci dövrdədir, deməli onun 2 elektron səviyyəsi var və beləliklə də gördüyünüz kimi 7 dənə dövr var, deməli 7 elektron səviyyəsi vardır. Gəlin sizinlə nümunələrdən birinin üzərində bunu öyrənməyə çalışaq. Məsələn, baxaq oksigenə. Oksigen 8-ci elementi gördüyünüz kimi inşallah və oksigenin deməli birinci dövrdə 2 elektron var. Baxın inşallah birinci dövrdə gördüyünüz kimi maksimum 2 elementi var. 2 element var və burada da ikinci element helyumdur. Onun da cəmi 2 elektronu vardır inşallah.
Birinci dövrədə deməli 2 elektron vardı. İkinciyə baxırıq uşaqlar. İkincidə oksigenin sıra elementi 8-dir. 8-dən 2-ni çıxırıq. Deməli ikincidə neçədir uşaqlar? 2 də 6-dır. Bu 6 gördüyünüz kimi qrup nömrəsinə bərabərdir. Deməli oksigenin yarada biləcəyi rabitə sayı və yaxud da ki onun elektronlu xarici dövrədəki elektronlarının rabitəyə girə biləcəyi elektronlarının sayı cəmsi 6 ədəddir. Bu şəkildə siz bütün elementlərin deməli elektron sayını, elektron rabitə sayını və s. bu şəkildə tapa bilərsiniz inşallah. Düşünürəm ki, bu hissəsi sizə aydın oldu. Məsələn, və yaxud da gəlin xlora baxaq inşallah. Xlor gördüyünüz kimi neçənci elementdir? Xlor 17-ci elementdir. Cəmi elektronlarının sayı 17-dir. Amma o 7-ci qrupda yerləşdiyinə görə xarici elektronlarının sayı deməli 7 ədəddir. Yəni siz bunu dövrlərlə də yazaq. Xlor 3-cü dövrün elementi uşaqlar. Birinci səviyyədə 2 elektron vardır. İkinci səviyyədə demək gördüyünüz kimi bura 10-dur. Ondan ikisi birincidədir uşaqlar. Demək 8-i buradadır. 2, 8 elədi 10 və 3-cü səviyyə qaldı cəmsi 7 elektron. Bax bu şəkildə siz hər bir elementin xarici dövrəsində olan elektronların sayını, həmçinin onların əməyə gətirəcəyi rabitələrin sayını müəyyənləşdirə bilərsiniz. İndi burada sizə nümunə olaraq bir neçə maddəni qoymuşam. Gəlin biz sizinlə onların qeyri-polyar və ya da ki polyar olduğunu necə müəyyənləşdirəcəyimizi anlamağa çalışaq. Əvvələn fikir versəz uşaqlar, burada diqqətlə baxsaq görərsiniz ki, əgər maddə 2 atomdan ibarətdirsə və həmin o maddənin təşkil edən 2 atomun hər ikisi eynidirsə uşaqlar, bunlar avtomatik olaraq nə cür maddələrdir? Qeyri-polyar maddələrdir. Məsələn, gəlin yazaq uşaqlar. Hidrogeni yazaq. Hidrogenin bir elektronu var, bildiyiniz kimi. Bu elektronlar bir-birini nədir? Rabitə yaratdı, neytrallaşdı, bir-birinə rabitə yaratdı. Elektron mənfilik qalmadı uşaqlar və nəticədə polyarlıq yaranmadı. Nə oldu? Qeyri-polyar oldu. Oksigende niyə 2 rabitə var? Gəlin bunu yazaq uşaqlar. Oksigen bildiyimiz kimi 8-də elektron nömrəsi, 6-cı qrupda yerləşdiyinə görə xarici dövrəsində 6 elektron var uşaqlar. O zaman yazaq bura 1, 2, 3, 4. Bunları da qeyd eləyək. 4. Sonra cütləşdir 2-dən bura yazaq, ikisini bura yazaq. Deməli, bunu təzədən yazım. Deməli, oksigen gəl yazaq uşaqlar. Oksigen, ikisini bura qoyaq. Bura tək-təklərdə bura qoyaq. Yenə bura qoyaq uşaqlar 2, 4 elektron və tək. İndi baxaq uşaqlar. Bu bundan birləşəcək, bu da bundan birləşəcək. 2 oksigen arasında bax belə 2 qat rabitə yaranacaq. Və yaxud gəlin baxaq nəyə? Azota gəlin baxaq uşaqlar. Azot neçənci elementdir? Azot deməli 7-ci elementdir. 5-ci qrupda yerləşir. Deməli xarici dairəsində 5 ədəd elektron vardır. Bu şəkildə yazaq. O zaman nə inşallah? Azotları yazırıq bura. 1, 2, 3, 4. 5-cini bura qoyaq. 1, 2, 3, 4. Yenə 5-cini bura qoyaq. Baxaq uşaqlar. 1 rabitə, 2 rabitə və nəhayət 3 rabitə gördüyünüz kimi yaranmış oldu. Və eyni zamanda baxaq uşaqlar. Azotda da, oksigende də gördüyünüz kimi ortaqlaşmamış nələr var? Ortaqlaşmamış elektronlar vardır. Məsələn, baxın burada. Bu elektronlar ortaqlaşmayıb və yaxud da ki, bu elektronlar gördüyünüz kimi ortaqlaşmayıblar uşaqlar. Azotda da həmçinin. Amma məsələ burada nədədir uşaqlar? Məsələ buradadır ki, burada həm azot molekulunda, həm oksigen molekulunda molekulun hər iki tərəfində bu ortaqlaşmamış elektronların sayı bərabər olduğuna görə bir tarazlıq yaranır, bir balans yaranır və nəticədə qütbləşmə baş vermir. Nə o tərəfə qütbləşmir, nə də bu tərəfə qütbləşmir və simmetrik bir molekul alınır inşallah. Ona görə də bu nə oldu? Qeyri-polyar bir molekul oldu. Amma indi gəlin hidrogen xlorida baxaq. Hidrogen xlora baxsaq, hidrogenin deməli bir elektronu vardır uşaqlar. Xlor isə neçəncidir? Xlor deməli 9-dur sıra nömrəsi, 9 elektronu var. Amma xlor deməli 7-ci qrup elementi olduğuna görə onun 7 dənə xarici elektron dövrəsində elektronu vardır. Gəlin düzək bunu 1, 2, 3, 4, 5, 6, 7. Deməli, xlorun tək olan bir elektronu var ki, bu da nə ilə birləşəcək? Bu hidrogenlə birləşəcək. Amma burada nəyə diqqət edin inşallah? Hidrogenin cütləşməyən heç bir elektronu qalmadı. Amma xlorun isə cütləşməyən gördüyünüz kimi 6 dənə elektronu qaldı uşaqlar. Deməli, mənfilik hara yönəldi? Mənfilik xlora doğru yönəldi. Xlor iyonu, xlor daha doğrusu atomu, hidrogen atomunu özünə daha çox çəkdi və nəticədə qütbləşmə baş verdi uşaqlar. Xlora doğru qütbləşmə baş verdi və nəticədə bu polyar bir molekul oldu. Gördüyünüz kimi.
polyar bir nədir? Polyar bir molekul oldu. Beləliklə, buradan hansı nəticəni çıxardırıq uşaqlar? Əgər iki atomdan təşkil olunmuş maddədə atomların hər ikisi eyni növdürsə, o zaman maddə qeyri-polyardır. Yox, əgər atomun biri bir növ, o birisi başqa bir növdürsə, o zaman maddə polyar molekul olacaq. İndi gəlin 3 atomlara baxaq uşaqlar. Məsələn, suya baxaq. Suda nə uşaqlar? Bayaqlar suyu qeyd elədik. 2 ədəd hidrogen atomu var. 2 ədəd hidrogen atomu var. Hərəsinin bir dənə elektronu var uşaqlar. Oksigenin 6 elektronu var. 1, 2, 3, 4. Bunlar da buraya yazaq. Nə oldu uşaqlar? Gördüyünüz kimi burada rabitə yarandı. Amma oksigenin 4 ədəd cütləşməmiş, deməli, ortaqlaşmamış elektronu qaldı. Hidrogenlərdə isə qalmadı. Deməli, hara doğru qütbləşmə olacaq? Deməli, oksigenə doğru qütbləşmə olacaq və bu oksigen bu molekulu bax bu şəkildə əyəcək. Simmetriya olmayacaq uşaqlar. Simmetriya olmayacaq. Və yaxud da ki, siz burada, məsələn, baxın burada, deməli, amonyakda baxsaz, yenə də görərsiniz uşaqlar. 3 dənə hidrogen, amma azotun ortaqlaşmamış nəyi vardır? Ortaqlaşmamış elektronları vardır. Karbonda isə baxırsınız uşaqlar, karbonda deməli gördüyünüz kimi mərkəz atomun bütün elektronları nəmişdir? Dolmuşdur. Mən istəyirəm ki, karbonun nümunəsində biz sizinlə deməli biraz işləyək uşaqlar. Məsələn, gəlin karbona baxaq. Burada bir şeylə diqqət edin. Karbon 4-cü qrup elementdir. Deməli onun nəyi var uşaqlar? Xarici dövrəsində 4 dənə elektronu vardır. Baxırıq, gördüyümüz kimi CH4-dürsə, deməli 4 dənə nə var uşaqlar? 4 dənə də hidrogen vardır. Onların da hərəsinin bir elektronu vardır. Gördüyünüz kimi və nə baş verir uşaqlar? Bu elektronlar bir-biri ilə birləşir. Gördüyünüz kimi. Nəticədə nə olur? Nəticədə deməli karbonun ümumiyyətlə boş rabitəsi qalmır. Bütün rabitələrdə oldusa, biz buna qeyri-polyar deyə bilərik inşallah. Bütün rabitələrdə oldusa, biz buna o zaman qeyri-polyar deyəcəyik ki, oradakı, bax bu rabitələrdə olduran maddələrin, atomların hamısı eyni olsun. Hamısı nədir? Hamısı hidrogendir və nə oldu? Qeyri-polyar oldu. Amma indi gəlin baxaq nəyə? Deməli, biz sizinlə baxaq, belə deyək də, 3 atomdan daha çox olan, məsələn, baxaq, deməli, xloroforma. Xloroforma baxaq uşaqlar. Xloroformda 1 ədəd karbon var, deməli, 1 ədəd hidrogen var və 3 ədəd də xlor var. Baxaq, mərkəz atom nədir? Mərkəz atom yenə də karbondur. Karbonun neçə elektronu var? Karbonun 4 elektronu olduğunu qeyd elədik sizinlə. İndi baxaq, 3 dənə xlor yazırıq. 3 dənə xlor yazdıq. 1 ədəd də hidrogen yazırıq. Hidrogen bəllidir uşaqlar. Hidrogende 1 elektron vardır. Xlor isə 7-ci qrup elementi olduğuna görə 7 dənə elektronu vardır. Yazırıq 1, 2, 3, 4, 5, 6. Bu da tək. Yenə təki bura yazaq. 1, 2, 3, 4, 5, 6. Burada da eyni şey yazaq uşaqlar. Bu şəkildə yazaq. Baxaq. Gördüyünüz kimi nə oldu? Rabitələr yarandı. Əgər fikir verdirsə uşaqlar, mərkəz atomda boş heç nə qalmadı. Mərkəz atomun bütün rabitələri neynəmişdir? Dolmuşdur. Bütün elektronları rabitə yatmışdır. Amma nəyə diqqət edin və eyni zamanda nəyə diqqət edin uşaqlar burada? Mərkəz atom bütün rabitələrini doldursa da uşaqlar, amma fikir versəz, onun 3 tərəfində xlordur, bir tərəfində isə nədir? Bir tərəfində isə hidrogendir. Hidrogende boş elektron qalmayıb, amma xlorlarda boş elektron qaldığına görə xlorlara doğru qütbləşmə yaranacaq. O zaman nə oldu uşaqlar bu? O zaman bu polyar bir molekul oldu. Və yaxud biz bunu eyni zamanda sulfat turşusunun nümunəsində qeyd edə bilərik. Məsələn, sulfat turşusuna gəlib baxaq. H2SO4. Deməli, burada mərkəz atom nədir? Mərkəz atom kükürdür. Kükürdün, deməli, 6 elektronu var. Xarici tərəfində 6 elektronu var. Gəlin yazaq uşaqlar 1, 2, ikisini də buradan qoyum. Bu niyə silinir belə? Və bunları da tək-tək yazaq. Kükürdə birbaşa birləşən oksigen olacaq və deməli, hidrogenlə isə oksigenlər birləşəcək. Baxaq, oksigenlərə yazaq bura. Oksigenlərin də bildiyiniz kimi 6 elektronu var uşaqlar. Yazaq, ikisini bura yazaq. İkisini bura yazaq, tək-təklər də bura yazaq. Yenə ikisi burada, demək ikisini bura yazaq. Bu da tək, bu da tək.
Yox, burada tərsinə yazaq uşaqlar. Burada deməli ikisini bura yazın, bunu tək edin. Bu tək olsun. Sonra deməli burada nə edək uşaqlar? Deməli 2 deməli 2-ni də bura yazın. Təkləri bura yazın. Yenə burada deməli təkin birini bura yazın. Birini bura, birini bura, birini də bura. 2 ədəddə nə var? 2 ədəddə hidrogen var. Onları da bura yazaq. Nə baş verdi uşaqlar? Baxaq. Kükürdü oksigen gördüyünüz kimi burada 2 ədəd deməli cütləşməmiş elektron var. Bax, onlar bununla cütləşəcək. Kükürdlə oksigen arasında 2 qat rabitə yarandı. Eyni şey burada da baş verəcək uşaqlar. Gördüyünüz kimi birləşdi. Bu da bununla birləşəcək, bu da bununla birləşəcək. Oksigenin bu tək elektronu hidrogenlə birləşəcək, bu tək elektron da bu hidrogenlə birləşəcək. Mərkəz atoma baxdıq, nə gördük? Mərkəz atoma baxanda gördük ki, gəlin bunu bir də belə yazaq uşaqlar. Oksigen. Quruluş belə olacaq. Mərkəz atomda bütün rabitələr dolub uşaqlar. 1, 2, 3, 4, 5, 6. 6 dənə elektron var idi. 6-cı qrup elementdir. Deməli 6 rabitə yaradacaq. Bütün rabitələr dolub. Amma diqqətli olsanız görərsiniz ki, burada nə var uşaqlar? Burada OH qrupları vardır. Baxın, OH qrupları vardır. OH qrupları polyardır. Çünki hidrogenin bayaq dediyimiz kimi 1 elektron var. Oksigenin isə 6 elektronu var uşaqlar. Və burada oksigenin 1 elektronu kükürdlə birləşsə 4 elektron nədir? 4 elektron burada deməli sərbəst şəkildə qalmışdır. Simmetriya burada pozulub uşaqlar. Çünki deməli buradakı oksigenlərin hərəsinin deməli 4 dənə sərbəst element qalsın, amma burada hidrogenlər gördüyünüz kimi nədir? Hidrogenlərin ümumiyyətlə boş elektronları qalmayıb uşaqlar və burada kütləşmə baş verir. Təbii ki, nə cür bir molekul oldu? Burada polyar bir molekul oldu. Yəni həmişə baxırıq uşaqlar. Mərkəz atom doldura bilər elektronlarını. Amma burada üçüncü bir element varsa, o zaman bu molekul nə olacaq? Bu molekul polyar bir molekul olacaq. Və biz sizinlə dərsimizdə nə öyrəndik? Dedik ki, polyar molekullar suda yaxşı həll olurlar. Necə həll olurdular? Gördüyünüz kimi xörək duzu. Məsələn, xörək duzunda nə idi? Xörək duzunda natrium xlordur. Xörək duzu niyə polyardır uşaqlar? Çünki natriumun deməli 11 elektronu var. Xarici birinci deməli qrup element olduğuna görə xarici dairəsində 1 elektron var uşaqlar. Xlor isə deməli 9-cu elementdir. Onun deməli xarici dairəsində 7 elektron vardır. Təbii ki, bu 1 elektronla deməli 6 elektron sərbəst qalacaq və bu 6 elektron sərbəst qaldığına görə də kütləşmə baş verəcəkdir. Ona görə natrium xlor deməli polyar bir molekuldur. Və beləliklə də uşaqlar, xörək duzu suda həll olarkən natrium və xlor ionlarının ətrafında istiqamətlənmiş su molekul qrupları əmələ gələcək ki, nəticədə nə olacaq? Nəticədə həmin su molekul qrupları ilə onlar arasında hidrogen rabitəsi yaranacaq və bu da deməli həll olmaya səbəb olacaq. Eyni şeyə burada baxaq uşaqlar, glukoza molekuldur. Glukoza molekulunda gördüyünüz kimi çoxlu hidroksil qrupları vardır uşaqlar. Həmin bu hidroksil qruplarda yenə də deməli nə olur uşaqlar? Hidroksil qrupları ilə su molekulları arasında deməli rabitə yaranır, hidrogen rabitələr yaranır və nəticədə nə olur? Nəticədə glukoza suda yaxşı həll olur. Amma glukozalar bir-birlə birləşərkən nə baş verir uşaqlar? Baxın, gördüyünüz kimi glukozalar bir-birlə birləşərkən burada glikozit bir rabitə yaranır. Su molekulu ayrılır. Yəni nə baş verir uşaqlar? Kondensləşmə baş verirdi. Su molekulu ayrılırdı və rabitə yaranırdı. Bu rabitəyə biz glikozit rabitə deyirik. Bundan başqa mürəkkəb karbohidratlarda, yəni polisaxaridlərdə, selluloza olsun, nişasta olsun, glikogen və ya da gektin olsun, həm hüceyrənin özünün daxilində hidrogen rabitələri çoxdur. Həm də eyni zamanda iki molekul arasında da glikozit rabitədən başqa bu molekullar arasında hidrogen rabitələri də yaranır uşaqlar. Və bu rabitələr daha çox olduğuna görə suyun sanki ona gücü çatmır. Sonra daxil ola bilmir və deməli daxil ola bilmədiyinə görə, yəni bunlar çoxluq təşkil edildiyinə görə suyun sanki ona gücü çatmır onu həll etməyə. Ona görə də sellulozadır, nişastadır. Bu kimi deməli mürəkkəb karbohidratlar, selluloza ümumiyyətlə suda həll olunur. Nişasta qismən belə deyək də suda həll olur, amma
onun tam həll olduğunu biz deyə bilirik inşallah. Xitin də yenə də eyni zamanda suda həll olmayan bir polisaxarid inşallah. Və burada bu molekulların quruluşuna bir şey diqqət edin inşallah. Gördüyünüz kimi xitinin tərkibində nə vardır? Azot vardır. Biz adətən öyrənmişik necə yazmağı. Deyirik ki, karbohidratların tərkibində yalnız karbon var, hidrogen var və oksigen var. Amma istisna olaraq gördüyünüz kimi xitinin tərkibində həm də nə vardır? Həm də azot elementi, azot atomları vardır. Bu isə yağlar, lipidlər daha doğrusu uşaqlar. Lipidlər bildiyimiz kimi nə cür maddələrdir? Lipidlər suda yaxşı həll olmayan maddələrdir. Lipidlərin tipik nümayəndəsi olan, tipik deməli bir forması olan yağlar bizim həyatımızda istər duru yağ şəklində, istərsə də bərk yağ, qatı yağ şəklində bizim həyatımızda həmişə deməli iştirak edir inşallah. Və biz yağların suda həll olmadığını, əksinə ayrılıb suyun üzərində ayrıca bir təbəqə yaratdığını biz sizinlə bilirik inşallah. Niyə yağlar suda həll olmurlar? Deməli, gördüyünüz kimi inşallah yağlar gliseroldan və bir də yağ turşularından ibarətdir. Və fikir versəz, həm gliserolda, həm də yağ turşularında OH hissəcikləri vardır inşallah. Gliserolda əgər fikir versəz, hər karbona bir OH düşdüyünə görə nə cürdür uşaqlar? Bu polyardır. Amma yağ turşusuna gördüyünüz kimi bu boyda karbon zəncirinə uşaqlar cəmi bir dənə nə var? Cəmi bir dənə OH var, hidroksil qrupu var. Və bu karbon zənciri, bütövlükdə bu karbon zənciri özü qeyri-polyardır. Qeyri-polyar olduğuna görə uşaqlar sadəcə olaraq bir dənə bu hidroksil qrupu o polyarlığa, qeyri-polyarlığı belə sındıra bilmir. Yəni təsir edə bilmir. Ona görə yağ turşuları necədirlər? Yağ turşuları qeyri-polyardılar. Və beləliklə də bir gliserola, bir polyar gliserola, 3 dənə də qeyri-polyar deməli yağ turşusu birləşdiyində təbii ki, bu molekul nə olacaq uşaqlar? Bütövlükdə molekul qeyri-polyar olacaq. Və bu qeyri-polyar molekul təbii ki, suda həll olmayacaq. Amma uşaqlar, lipidlərdən fosfolipidlər var, hansılar ki, bizim belə deyək də hüceyrə membranımızın əsas skeletini təşkil edir və əslində hüceyrə membranının əsasən o belə deyək də sərhədçi maddəsi məhz həmin lipidlərdir. Onlar suda həll olan maddələri, yağda həll olan maddələri, yüklü hissəciklər və s. hamısını çox fərqli şəkildə membrandan keçməsinə icazə verirlər. Və deməli, bu fosfolipidlərə baxsaq görərsiniz ki, uşaqlar, onların iki başı var. Bir hissəsi gliserina bağlanmış. Bax, bu gliserindir, gliseroldur uşaqlar. Gliserola bağlanmış yağ turşulardır və apolyardır. Digər hissəsi, burada gördüyünüz kimi nə var uşaqlar? Burada gördüyünüz kimi fosfat qrupu vardır uşaqlar və fosfat qrupu olduğuna görə burada bu artıq polyardır. Həmin bu fosfat qrupu artıq polyardır. Bu isə X deməli spirtdir, hər hansı bir spirt növüdür uşaqlar. Çünki fosfolipidlərin tərkibində gliserol var, yağ turşusu var, fosfat qrupu var və bir də deməli fosfat turşusu qalığı var və bir də deməli hər hansı bir alkol və yaxud da ki spirt növü orada vardır. Bu nə üçün əhəmiyyətlidir uşaqlar? Fosfolipidlərin nə üçün belə əhəmiyyətli olduğunu mən ayrıca bir videoda, yəni hüceyrə membranının quruluşu adlı videom var ki, kanalda tapa bilərsiniz. Həmin videoda izah etmişəm. Kiməsə maraqlı olsa, həmin videodan tapar uşaqlar. İndi gəlin keçək zülallara. Zülallar bizim həyatımızın ən vazkeçilməz maddələrdir. Bilirsiniz ki, hətta həyata tərif verən alimlər özləri də orada zülal ifadəsini işlədirlər. Çünki zülal olmayanda həyat yoxdur uşaqlar. Demək belə, zülalların suda həll olan və suda həll olmayan formaları vardır. Bunlar bizə nə üçün vacibdir uşaqlar? Məsələn, bizə lazımdır ki, hemoqlobin suda həll olsun. Bizə lazımdır ki, albumin suda həll olsun. Qanın tərkibindədir bu zülallar uşaqlar. Bizə lazımdır ki, məsələn, tutaq ki, immunoglobulinlər var. Yəni bizim o antitel maddələrimiz olan deməli immunoglobulinlər var ki, bunlar suda həll olsun uşaqlar. Amma eyni zamanda bizə lazımdır ki, uşaqlar, bizə deyək də fibrinogen məsələn suda həll olsun. Amma bizə eyni zamanda lazımdır ki, suda həll olmayan bir fibrin zülalımız olsun. Fibrin zülalı bizdə qanda laxtalanmanı təmin edən zülaldır. Qanda laxtalanma haqqında məlumatı da qanın tərkibi haqqında deməli videom var ki, həmin o videoda yuxarıda qeyd edirəm inşallah. O videoda siz bu barədə məlumatla tanış ola bilərsiniz. Və yaxud da ki, bizim keratindir, deməli, məsələn, saçlarımızda keratin zülalı vardır ki, bunun suda həll olmaması lazım inşallah. Ona görə də zülallarımız suda həll olanlara, yəni hidrofillərə və hidrofoblara ayrılırlar. Bu nə cür baş verir inşallah? Burada gördüyünüz kimi zülalları təşkil edən amin turşular özləri
çox fərqlidirlər. Onların bəziləri gördüyünüz kimi non-polyardır. Non-polyar nə deməkdir? Apolyar və ya da ki, qeyri-polyar deməkdir. Non-polyar alifatik radikal qrupları və non-polyar gördüyünüz kimi aromatik deməli qruplar. Bunlar varsa, bunlar nə düşərlər? Bu amin turşular deməli hidrofobdur. Yəni suda həll olunurlar. Yox, əgər polyar məsələn yüksüz olsun, pozitiv yüklü olsun, negativ yüklü olsun, bunlar isə nə cürdür? Bunlar isə deməli polyar olduğuna görə çalır, polyar qruplar olduğuna görə burada bunlar artıq deməli suda həll olan amin turşular olacaq. Və zülallar əgər hidrofildirlərsə, onlar daha çox polyar amin turşulardan təşkil olunurlar və eyni zamanda zülal bax belə özünün bax bu spiral şəklində belə üçüncülü quruluşunu alanda bu kənarda yerləşən amin turşular əsasən hidrofil amin turşular olur. Həmçinin əgər zülal suda həll olmayan bir zülaldısa, məsələn bizim qanımızda fibrinogen zülalı var. Həmin o fibrinogen zülalı suda həll olan zülaldır. Amma qanımızın laxtalanması lazım onda damarlarımız zədələnlikdə. Həmin o fibrinogen zülalı deməli fibrin zülalına, suda həll olmayan fibrin zülalına çevrilir. Artıq fibrin zülalının tərkibində deməli hidrofob, yəni suda həll olmayan non-polyar amin turşu qrupları amin turşular üstünlük təşkil edir və eyni zamanda bu da təbii ki, deməli molekulun kənarlarında deməli hidrofob amin turşular yerləşəcəkdir. Beləliklə uşaqlar, siz bizim həyatımızda molekulların polyar və ya da ki, polyar qeyri-polyar olmasının hansı əhəmiyyəti olduğu haqqında qısa da olsa mən sizi tanış eləməyə çalışdım. Həmçinin sadə şəkildə sizə izah etməyə çalışdım ki, polyar və qeyri-polyar molekulları biz bir-birindən necə ayıraq. Ümid edirəm ki, bu video sizin üçün faydalı olar. Ümid edirəm ki, bu videomuzdan hansısa məlumatları əldə etmiş olarsınız və ya da ki, bildiyiniz məlumatları daha aydın başa düşmüş olarsınız. Faydalı olması diləyilə hər birinizlə paylaşıram. Hər birinizə uğurlar arzulayıram. Növbəti videolarda görüşənə qədər.